Bu kvadrat köklərə aid olan bir sualdır. Deməli, ilk öncə bu veriləni sadələşdirək. Yazıram ki, kök altında a bərabərdir a minus 5. İndi bunun hər tərəfini kvadrata yüksəldək. Kök altında a-nın kvadratı bərabərdir a minus 5-in mötərizə kvadratı. Kök altında a-nın kvadratı ilə a-dır. A bərabərdir a kvadratı çıxılsın. Birinci, ikinci hasilin 2 misli 10a. Üstə gəl 5-in kvadratı 25. İndi hər tərəfi hamısını bir tərəfə keçirib sıfıra bərabər eləyək. A kvadratı minus 11a üstə gəl 25 bərabərdir 0. Buradan da mən a kvadratı minus 11a bərabərdir mənfi 25 yaza bilərəm. İndi gəlin bu veriləni sadələşdirək. Buradan mən 2-ni mötərizə xaricinə çıxardıram. Qalır a kvadratı minus 11a üstə gəl 55 bərabərdir. Baxın, a kvadratı minus 11a'mız burada verib 25. Deməli, 2 vurulsun, daha doğrusu mənfi 25. 2 vurulsun mənfi 25 üstə gəl 55 bərabərdir. Mənfi 50 üstə gəl 55 bərabərdir müsbət 5. Cavab müsbət 5 olacaq.